Tədbirdə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və digər qonaqlar iştirak edib. Öncə Azərbaycan Respublikasının dövlət himni səslənib, ümumilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək qonaqları və idmançıları salamlamış, dövlət tərəfindən idmana göstərilən diqqət və qayğıdan söz açaraq idmançılarımızın qazandığı bir çox uğurdan danışmış və yarışda iştirak edən idmançılara uğur arzulamışdı. Lənkəran Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə çıxış edərək gələn qonaqlar və idmançıları salamlayaraq qeyd etdi ki, tədbirin baş tutmasında əsas məqsəd ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünün qeyd olunması, eyni zamanda sağlam həyat tərzinin təbliği və ayrı-ayrı yaş qruplarında olan insanların idmana cəlb edilməsidir. Həmçinin tədbirdə Lənkəran Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə mədəniyyət nümayəndəliyinin bədi öz fəaliyyət kollektivi musiqi nümunələri ilə çıxış ediblər. İlqar Mustafayev bugün informasiya proqramı üçün.